burada olmağımızın səbəbkarı sənsən. Sən mənə və vətənə xəyanət etməsəydin, biz bugün burada olmazdıq və bütün bunlar da başımıza gəlməz idi. Xeyr, cənab prezident. Özünüz də yaxşı bilirsiniz ki, mənim heç bir günahım yoxdur. Sizin atanız məni bu yola vadar edib. Siz və sizin atanız məni başa keçirməklə və vəzifələrdən vəzifələrə keçirməklə bütün günahları və suçları işləmiş olmuşdunuz. İndi məni vətənə xəyanətdə ittiham etmək asandır. Amma onu da unutmayın ki, biz hamımız bir komanda olaraq bir qayıqda üzürük.